Deyirlər sessiz gedən qadınların ruhu bir dəfə sevgidən keçibsə, artıq insan deyil. Kainatın öz yaddaşına çevrilər. Onların qəlbində elə bir sükut var ki, göylər belə qulaq asar. Ulduzlar səssizcə yerini dəyişər. Sanki Tanrı onların ürəyinə öz pıçıldısını üfürər. Bir qadın varmış. Sevgisi göylərin arasından keçən incə bir işıq yolu kimiymiş. Dünya onun yükü gələndə başına göğe qaldırarmış. Çünki yeganə dərdi yerin deyil, göyün anlayacağı qədər böyümüş. Onun göz yaşları düşəndə yer titrəmirmiş. Amma insanın içində illər boyu susmuş qapılar açılarmış. Sanki onun kədəri başqasının ruhuna yol çəkərmiş. Belə qadınların varlığı bəzən bir ömrün ən böyük dönüş nöqtəsi olurmuş. Onlarla qarşılaşmaq təsadüf sayılmazmış. Çünki onlar birinin həyatına görünmədən girib, görünmədən çıxıb, amma qalan hər nəfəsi dəyişərmiş. Deyilənə görə bu qadınlar seviləndə deyil, hiss ediləndə yaşayır. Çünki onların adı yaddaşda yox, ürəyin ən sakit güşəsində yazılar. Onlar insanın ruhuna toxunub gedər. Amma toxunduqları yer heç vaxt əvvəlki kimi qalmaz. Biraz daha dərin, biraz daha həqiqi, biraz daha yaralı. Amma bir o qədər də canlı. Və əfsanə belə tamamlanır. Səssiz gedən qadınlar bu dünyada səs gətirməyə yox, ruhların unudulmuş işığını oyatmağa gəlirlər. Onlar gedəndə yox olurlar. Amma qalan izləri bir ömür boyu sönmür. Çünki onlar sevgini yaşatmaq üçün yox, sevginin özünü dəyişdirmək üçün yaradılıblar.